Gözəl insanlar, bizi izləyənlər, dostlar, qardaşlar, bu günlərim gəlmişik Xırdalana. Əslən Şahtaxtıdan olan Mahir Naxçıvanlı, Şahtaxtılı balası. Bizim əmimiz, gözəl insan, nömrə 1 Göyərçin klubunun yarış iştirakçısıdır. Mahir əmi, sənə uğurlar arzulayırıq. Sağ. Hazırda kadrda gördüyünüz quşlar onun illərdir seçib yetişdirdiyi quşlardır. Mənlə birlikdə bizim baş hakim Təşəkkür Hüseynov buradadır. Video bloger və hakimimiz Novruz qardaş bizi kadra alır. Deməli, Mehman Lənkəranlı cənub zonasından bizim digər yarışımızın hakimi Ağsaqqal burada yoxdur. Onu da salamlayırıq. Digər hakim və iştirakçı Famil qardaş yenə aramızda yoxdur. Onu da salamlayırıq. Nömrə 1 Göyərçin klubunun digər bir iştirakçısı Nehramlı Hüseynalı kişi buradadır. Hüseynalı Nehrəmliyə də uğurlar arzulayırıq. Xoş gəlmişsən. Həm öz adımdan, həm Mahir əminin adından deyirəm. Mahir əmi, Allah malıva mülkü və bərəkət versin, xeyirli olsun. Sağ. Biz bilirik ki, Allah sizin də malıyıza, mülkünüzə, canınıza sağ olasın. Bu quşları gətirmişsən bura, öz kəndimizdən. Bura Bakıdan da yaxşı quşlar işləmişsən üzərində, əlavə eləmişsən. Yox, əlavə eləməm, heç nə əlavə eləməm. Heç nə əlavə eləməm. Valla, dostanışdan gətirmişəm bir yerdən. Yəni, mən istədiyim effekti verməyim. Axır bu quşlarla işləmişsən, əlsiyə gətirmişsən bunları. Bəli. Zəhmət çəkmişsən, Allah malıva bərəkət versin. Sağ ol. Hüseyin, Allah xeyir versin. Sağ ol. Təşəkkür dayı, buyur. Mən də öz adımdan hamıya salam deyirəm, uğurlar deyirəm hamıya, Mahirə də uğurlar deyirəm. Yaxşı nəticələr inşallah qismət eləsin, yaxşı uçuşlar görsün. Hüseynalı kişiyə də Allah xeyir versin. İnşallah yaxşı olacaq. Mən belə fikirləşirəm. Həm də quşlar da maşallah yaxşıdır. Yaxşı hazırlaşır. Mahir özdə neçə illərdə əziyyət çəkir. Allah xeyrin versin inşallah. Heyvanlar da maşallah olsun. Gözəldir, uçuşlar da əladır. Yəni eşitmişik də, özümüz də görmüşük də, yəni həyatda olmuşuq. Özümüz də tamaşa eləmişik quşların uçuşlarına da, yerlərini uçmağına hamısını görmüşük. Maşallah olsun. Allah xeyri versin. Maşallah gününüz olsun. Bu qədər. Yellənmə. Mahir əmi, Evet. bu quşların uçuşları haqqında, bunların xasiyyətləri haqqında nə deyə bilərsən? Yəni, indi illərdir saxlayırsan cürə yarış meydanlarında da, dost qardaş qapısında, hər cürə quşlarla rastlaşırsan da. Məsəl üçün, bunların nə özəlliyi sənə cəlb edir ki, sən bu, belə deyək, cinsin ancaq üzərində durmuşsan. Geçin, her bir şey, stoykası, duruşu, kanat, quyruq, her bir şey yerinde olmalı. Yerlilikləri. Bəli, her bir şey yerinde olmalı. Uçuş da tərzi, məni qane eləyir. zehinləri. O da qane eləyir. Yəni, zehin getməyən quş yoxdur. Bəli. Onu da düzgün saxlanmalısan, düzgün tutmalısan, getməyən quş yoxdur. Amma qane eləyir. Vid olaraq, uçuş olaraq bəs eləyir, qane eləyir. Maşallah. Bilirsən, quşun stoykası, qanat, quyruq yerində olmalıdır. Əksəriyyəti 12-13 tükdür məndə. Qanat quyruğun üstündə. Bəli. Quruluşca, quruşa vidnidir Ruslar. Bir qarı. Armudu, Bir qarı. sinə enli, Bir qarı. arxası bağlı, qayçı qanat quşlardır. Bəli. Bizim dədə baba quşların, yəni belə nətər deyim, quruluşundadır. Bu quşları mən Naxçıvan Respublikasının, Muxtar Respublikasının Çəngəli rayonunun Şahtaxtı kəndindən gətirmişəm. Belə deyim, bilməyənlər də bilsin. Şahtaxtından gətirmişəm. Orada bizdən əvvəl yaşlılar, Allah rəhmət eləsin, yaşlı insanlar olub, onlar törədiblər. Allah rəhmət eləsin onlar. Bugünkü gündə biz bəhrələnirik. Keçmişdən bu günə bunu saxlamışam. Bəlkə də indi hər an quşu özünə əzizdir. Mən buna baxıb bundan ləzzət alırım. Belə deyim.
Mariam, bir haşiyə çıxmaq istəyirəm. Mən Gündüz qardaşı da tanıyıram. Yəni Gündüz şahid olsa görüşməsək. Gündüz Allah can sağlığı qaynımdır. versin. Allah Orada can bizim sağlığı versin. dostlar var. İntizar əm var, İntizam var, Elşad əm var. Hamısı gözəl Burada quşbazlar. da Hamısı onların mənim üçün qardaşları var. dəyərli insanlar. Onların bir ataları olub, Aşıq Əbülfəs. Bəli, Allah rəhmət Sən eləsin. yəni bilsən, Bəli, bəli. onlar mənə danışıblar ki, yəni o vaxtı Əbülfəz əmiyə Allah rəhmət eləsin, ağsaqqal Bakıda işləyəndə, yəni insandır da. Bakıda Buradan işləmir. yəni Yox. aşıq olub da. Yox. Yəni Bakıdan Orada əksəriyyəti orada tutub, Bəli. orada törədiblər. amma orada- Bakıdan da quş aparıbdı kəndə. Bilmirəm. Yaxşı cinslər yetişdiriblər. Onu bilmirəm, o quşbaz idi, köynə Bəli. quşbaz idi. Orada tutub, orada yetişdirib, mən belə Bəli. bilirəm, hə. Yetişdirib bunları. Orada o vaxtı. Yəni sözü nəyə gətirdim? Orada kənddən elə uçan quşa maraq olub da. Yəni oradan Bəli, bəli. o vaxtdan yarış olub. Keçmişdən bu günə bəli, indi də Dəfələrlə hal-hazırda yarışın da qalibi olublar bildiyim Bəli, qədərilə. bəli. Hətta bildiyim qədərilə yəni orada İntizar əmində yaxşı nəticələr olub. Salamlayırıq. İntizar, biz də İntizar salamlarıq. İntizar Bəli. sözün demiş quşbazdır. Sözün demiş quşbazdır, həm də dahi quşbazdır. Allah Dahi can quşbazdır, sağlığı hə. versin. Allah can sağ eləsin. Elə bildiyim qədər həm qohumsuyuz, həm yaxınsıyız. Bəli, bəli. Elə belə deyək, nəsildə yəni bu maraq olub da, saxlayıblar. Bəli. Onu da qeyd edeyim ki, bizim digər bir yarış iştirakçısı var. Muxtar qardaş, Mahir əmin də yaxın ailə üzvüdür. Həm də bizim yarışma iştirakçısıdır. Binək kəndində qalır, o da əslən Şaxtaxtdandır. İnşallah biz Muxtara da uğurlar arzulayırıq. Yaxın günlərdə müsait zaman olanda elə keçərik bir Muxtar qardaşgildə də bizim yəqin ki, həm çəkilişimiz, həm də yarışda yaxşı uçuşumuz olacaq. İnşallah. İnşallah ona da uğur arzulayırıq. Hüseyin Alam, sən nə deyərdin? Mən də Mahirə uğurlar arzulayıram. Tutulmadı. Mahir düz deyil. Mən yəni neçə illər Naxçıvanda yaşamışıq da. Mən Şahtaxtın üstünə, qardaş Naxçıvanda belə uçan quş görməmişim. Yəni biz də indi kətdə saxlamışıq. İndi biz vidə, zada belə, yəni uçuşa qalsa qardaş Şahtaxtın üstünə mən Naxçıvanda uçan quş görməmişim. Yəni bunlar hemindən uçuşa saxlayıb da. Orada da həmişə yarış olub. Elçin, 90-cı illərdə, 92, 94, 95 arası biz kətdə yarış istədik. 90-cı illərdə yarış istədik. Bu gün də 2026. Bu Mahirəmi, 30 il bundan qabaq. bir şeyə fikir vermişəm. Bu xaricilər məsələn Qazaxıstandır, ən çox Ermənistandır, Rusiyanın özündə bu bizim quşları paylaşırlar. Sənin həyətində də var. Biz indi onlara da baxış keçirlərik. Bir xırda bir çəkirik. Boynu güllülərdir, göy boynu güllülər, əbrəş boyunlar. Onları yəni siz o vaxtdan bəri saxlamısınız. Bu Azərbaycanın milli sərvətidir. Bəli. Təəssüflər olsun ki, bugünkü gündə bu ermənilər iddia edirlər ki, Yerevanski, Lelnakanski, Galobi, Mramornu Şeyka, onlar belə deyirlər. Amma bu əbrəş boyunlar bizim milli sərvətimizdir. Bakının, Azərbaycanın olub. Şahtaxtında, Bakıda, nə bilim Gəncədə, Cəllabadda, Lənkəranda. Bizim bölgələrimizdə bu quşlar olanda ermənilərdə olmuyor. Mən ağsaqqallardan da, yaşlı insanlardan da həmişə duymuşam ki, 60-cı illərdə, 70-ci illərdə o vaxt qırmızı onluq olub. Onlar da siyasət işlədiblər həmişə. Bizim o cinslərimizi, hətta belə deyim də, bir əbrəş boyunu 100 manat, o vaxt 100 manat bir aylıq maaş imiş. 100 manata alırmışlar əbrəş boyunun o Rusun pulu ilə birini daşıyırmışlar burada. Bəli. O quşları ki sən görmüsən, istəyirəm ki o barədə məlumat verəsən də, bax bu bizdə olub. Bu bir tarixdir. Sabah bizim deməsinlər ki, elə onlar da bizim olubdu. Biz necə ki belə deyək, bizim dolmanı, milli xörəklərimizi, digər milli bizim atributlarımızı oğurlamağa çalışırlar. Quşlarımızı da
Azərbaycanın bu milli sərvətini oğurlamasınlar. Şimdi ermənilər hər bir şeyi, bizim milli sərvətlərimizi, hər bir şeyi özəlləşdiriblər də, deyilə bizimdir. Amma ki, səhv deyirlər, çox səhv deyirlər. Keçmişdən bu günə ermənilər bizdən quş daşıyıb. Mən balaca uşaq idim, mənim bugünkü gündə yadımdadır. Ermənilər bizdən alıb aparırlar. Bu bizim milli sərvətimizdir. Yəni siz də bu faktların şahidi olmuşsunuz. Bəli. Hətta bildiyimə görə bir yaşlı bir yoldaş mənə bir dəfə dedi ki, onlar gəlirdilər yerdə pulu almaq, quşu əldə eləmək üçün yerdə quş göstərəndə hər quşu belə pul atırmışlar, göstərirmişlər. Neçə quş göstərdi? Məsəl üçün indi o vaxt qayda varmış da, indi onu mən bilmirəm, 10-luqla, 5-liklə ya ola bilsin dəmir tədavül vasitəsi ilə olub. Belə bir şeylər var imiş. Yəni bu quşları bizdən aparıblar. Bu quşlar bizim yerli quşlarımızdır. Siz də hansısa bir maraqlı hadisənin şahidi olmuşsunuzmu məsəl üçün? Mən də şahid olmuşam. Məsəl üçün bizdə o vaxtı mebelindən gətirib dəyişirdilər şəhət. Mebelindən. Ermənilər mebel gətirib satırdılar. Bəli. Belə deyim də, kimsə cehiz alırdı, şifani servatı belə. O vaxt ermənilər gətirib quşlarla dəyişirdilər. Bizim bəli, bu yerli cins. Yerli cinslərlə, bəli, mən şahid olmuşam. Mahirəmi, indi mən səndən bir şey soruşum. Sən keçən il yarışmada qızıl üzük qazanan bildiyimiz kimi ağır saat çempionu göyərçinin var. Bəli. Elə həyətə gəlmişkən həm o boynucüllüləri, o cinslərdən də biz nümayiş elətdirək izləyicilərimizə. Həm də elə o quşu da salaq tarixi bir kadra. Salaq. 12 saat 46 dəqiqəydi də? Bəli. Sən istilərdə. Sən həmişə isti havada uçurtmusan. Yaxşı istilərdə. İnşallah o vaxtda da həmişə mən özünü toplayacaq. Həmişə isti havada, bəli. Bu boynucüllülər də həmin boynucüllülərdən də elə Mahirəm. Bəli. Bunların da xüsusi bir görkəmi, paxotkası var. Quruluşları var. Başları yumru, məsəl üçün, bədən quruluşu, arxaları dar, sinə enli. 12 saat 46 dəqiqə uçub düşən quşa bax, bu gün qanat verdim. Kesin oran ver. Bala da qalxdı yanına. Bala da yeyəsən yaxşı nəticə verəcək. İnşallah. Rekordmenin yanına qalxdı. Allah xeyir eləsin. Maşallah, maşallah olsun. Hamısı bir-birindən gözəl rekordmendir. Mahirəm, birinci il 2024-cü ildə sən yarışda uçurdanda 50 saatı üstələdin. Bəli. Yaxşı nəticə idi. 33 dərəcə isti idi, amma günortanın pik vaxtı 36 dərəcə isti var idi. Yadımda ki, Gilavarda ağır istidə uçurtdun. Yəni, çox belə çətin bir isti gün oldu, əziyyət çəkdik. 2 quşumuz gecəyə qaldı. Yəqin ki, qalmasaydı 70 saatın üstü nəticə ilə rastlaşacaqdıq. Ötən ildə Məcnun Hüseynovun yarışında, Bakı Göyərçin klubunda. Allah xeyir versin. Orada da yaxşı nəticə göstərdin. Samir Rızayev də, buradan onları da salamlayırıq. Yəni, Bakı Göyərçin klubunu. Orada da 65 saatın üzəri nəticə. 66 saat. 66 saatın. 65 saat, 55 saat. Bəli, 66 saat nəticə göstərmişsən. İnşallah mən əminəm ki, 3 quşunun gecəyə qalmasaydı, quş qaydasında daha yüksək
yaxşı nəticə olacaqdı. Bu il inşallah yenə bilirəm ki, meydanda yaxşı nəticə ilə biz qarşılaşacağıq Allahın izni ilə. Yəni gedişatı hiss edirsən də indi əlindəki materialdan. Yəni bu il nəticə olaraq nə gözləyirsən? Bizim üçün də iştirakçılar və izləyicilər üçün də maraqlıdır. Elçin, Bəli. danışmaq qızıldırsa, susmaq brilliantdır. Bilirsən, meydan görsələr hər bir şey. Əhsən. Amma Əhsən. gözəl nəticə Və olacaq gözəl inşallah. uçuş. Gözəl uçuş olacaq. Bəli. 70-80-ın üstü, yəni Allah deyən olsun. Allah İnşallah. qismət eləsin. Bizim Bəli. yəni belə deməmiz. Quşlar formada olsa, Bəli. hava şəraiti, Olacaq. yəni dəyişkənlik Bunu olmasa, bir təbii fəlakət olmasa, qırğı hücumu olmasa və yaxud da bilvarotlar çox olur Bakıda. Həmin günə rast gəlməsə, Allahın izni ilə biz daha yüksək, yəni nəticə ilə inşallah rastlaşarıq. İnşallah. Mahir əmi, Bəli. Allah canını sağ eləsin, əziyyət çəkmisən. Heç bir əziyyəti yox. Stress təşkil elədin. Halal xoş. Çox sağ ol, haqqı halal elə. Nuş olsun. Bu quşbazlıqdır da, məsəl üçün, illərdir gedir. Məsəl üçün, əvvəlki illərdə elədiyin quşbazlıqla indiki quşbazlığın fərqini nədə görürsən? Məsəl üçün, nələr fərqli gedir indi? O vaxtın çətinliyi nə idi? İndiki dövrün çətinliyi nədir? Üçün, quşu saxladıqca təmkinləşdirirsən. Daha yaxşıya doğru gedirsən. Peşəkarlaşırsan, bəli. Amma əvvəl elə ki, quşa, məsələn, rayonda saxlayıb, quşa dərman vermirdik. Bəli. Heç bir dərman vermirdik. Arada bir sarımsaq ağacı quşa. Yox. İndi bugünkü gün vaksin vurmasan quşu saxlayamırsan. Dərman verməsən quşu saxlayamırsan. O qədər xəstəliklər yayılıb. Amma bilirsən, nə saxlayırsan saxla, adi bir ağac əkəndə də o sevgi istəyir, qayğı istəyir. Məhəbbətlə yanaşmaq. Bəli, hər bir şeyə məhəbbətlə yanaşsan, o şeyin yaxşı olar, nəticəsi də gözəl olar. Bəli, qayğı ilə, sevgi ilə yanaşsan, bəli. Uçuşda da adi çətinliklər, məsəl üçün. Havalar yoxdur, Elçin. Əvvəlki havalar yoxdur. Əvvəl belə pervot olmurdu. Nə bilim, qartal qırğı yox idi. Bugünkü gün çox çətindir. Əsas da rayonlarda lap çətindir. Lap çətindir, bəli. Qartalı qırğısı imkan vermir. Havalar çox çətindir. Çox. Bugün ayın neçəsidir? Bugün 31-i may. 31-i may. Hələ hava yoxdur ki, bir quş uçudasan. Hə. Bir gün külək, bir gün yağış, bəli. Mahir əmi, bir balaca o bayaqları məbrəş boyunlardan danışırıq. Bu bizim milli sərvətimizdir. Bu tarix yaşayır. Bunlar da bir sənin həyətindədir, bir cinsdir. Allah malva bərəkət versin, maşallahları var. Bunların bu ermənilər, ruslar, qazaxlar deyirlər bizimdir. Bunu daşıyıblar da burada. Vətəni bura olub, yəqin ki. Burada çoxluq təşkil edib ki, gəlib tələbat olub Azərbaycandan, Bakıdan, Gəncədən, Naxçıvandan aparıblar. Bunların tarixi haqqında məlumat verir. Bunların tarixi bir əsrdən bəlkə də artıq. Mənim yaşım düşmür. Mən gözümü açıb bunları biz görmüşəm rayonda. Yenə deyirəm, bizdən ağsaqqallar hamısı rəhmətə gedib. Allah rəhmət eləsin. Allah onlara qəni-qəni rəhmət eləsin. Onlar saxlayıb, bugünkü gün biz bəhrələnirik. Bir sual da verim də Mahirəm sənə. İnşallah yarış komandasında bunlardan namizət varmı komandada? Hancılardan? Bu cinsdən. Həmin cinsdir, dəyişən heç nə yoxdur. Yəni uçuşa sırf buradan. Bəli. Həmin cinsdir. Bir cinsdir. Mən ikinci bir cinsdir. Rəng olaraq. Rəng olaraq var. Hər rəngdə var. Hər rəngdə var. Deyəlim ki, bunlar çıxır, biri boynu göy çıxır, biri əbrəş boyun çıxır, biri nə bilim qara göy çıxır, biri əbrəş boyun çıxır, fərqi yoxdur. Hamısından da bir-bir, iki yanı yoxlamasam, onu mən saxlamaram. Allah xeyir eləsin, Allah bərəkət versin. Bildiyim qədərilə ötən il 12 saat 46 dəqiqəyə gələn çempionun da elə soyu cinsi bu boynu güllülərlə bir ağaca dayanır. Bəli, bu da qardaşlarıdır burada. Onun qardaşları var. Maşallah olsun. Atası burada, anası
ayırmışam, ata-anasını ayırmışam, hələ ki bala götürmürəm ondan. Qardaşlar da. Qardaşı bu. Onun qardaşı elə biri bu da. Sonra var. Bayram, mənim üçün bir şey maraqlıdır. Bunlar qara, göy, əbrəşboyun üstündə boynu-güllü verirlər. Heç olub ki, bunlardan məsəl üçün qırmızı boynu-güllü ata. Qırmızı boynu-güllü yox, atmır. Bu Bu cinsdə yoxdur. Bu cinsdə yox. Yox, Evet. qırmızı boynu-güllü yox. Qırmızı boynu-güllü yoxdur. Amma göy çinlər, göy, qaragöy, qaragöy olur, bəli. bəli. Ala çıxır, qara ağ qanad çıxır, belə Göy bir şey. əblaq demək istəyirsiniz də. Bəli. Sual uçuşlarını yapmışsın. İndi o biri yuvadan nəsə göstərəcəksən arxandan. Ayrıca bir yuvadadılar, ayrıca bir belə deyək, bir başqa bir nəsildir. Yəni bu nəsildən də amma yəni başqa bir xətt üstündə Mahirəm işləyir. Allah bərəkət versin. Mahirəm, bunların uçuşlarından nə deyə bilərsən? Uçuşları necədirlər? Ümumiyyətlə, bax bunların, bu yuvadakılar. Bunların fərqliliyi nədir? Elçin heç bir fərqliliyi yoxdur. Eynidir. O nədirsə bu da odur. Sadəcə zövq üstündə belə Bəli. işləyirsən. Özüm baxmağım üçün. Allah xeyir eləsin. Rəngli tayını uçuduram. Bəli. Gözəl göçəklərində kəsib atıram yerə Başa baxmaq. düşdüm. Yəni bunun taylarından qaçırmışam orada uçulub Bəli, kəsdim. surdub kəsdim. Bəli. Tutmasam onu kəsmərəm. Təmiz belə göy boyun Bəli. nişanda çıxanda Bəli. maşallah olsun. Allah köməyin olsun. Qaragöy də çıxıb buradan. Bax bunlardan da eləmi? Çıxır qaragöy çox çıxır. Allah xeyir eləsin. Qaragöy çox çıxır. Orada da var xeyli çıxır. Mahirəm, gəldik, sən ziyarət elədik. Bu gün quşlara baxış getdik. Xoş gəldiniz, səfa gətirdiniz. Vaxt daralır. Bu gün mayın 31-idir. Ayın 20-sindən sonra iyun ayının 1-ci ayın 20-sindən sonra biz start eləyirik Allahın izni ilə. Sənə yaxşı uçuşlar arzulayırıq. Xəstəlik, xəta, bəla qapından uzaq olsun. Təsərrüfat vallah bərəkət versin. İzləyicilərə də onu demək istəyirik ki, vaxt az qalıb, izləmədə qalın. Nömrə 1 Göyərçin klubunu izləyin. Növbəti iyun ayının 20-sindən sonra inşallah bizim maraqlı yarış uçuşlarımız olacaq. Allahın izni ilə hamıya da uğurlar arzulayırıq. Allah xeyir versin.